5 oktyabr 2023-cü ildən 26 sentyabr 2024-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov sosial şəbəkə hesabında son günlər Naxçıvanla bağlı yayılan xəbərlərə münasibət bildirib. Anar İbrahimov qeyd edib ki, indiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamır. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır. Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub, yaradıb. Sadəcə biz Naxçıvan cəmaatı o qədər kör-köranə yaşamışıq ki, bu dırnaqarası dahilərin qədrini bilməmişik, fərqinə varmamışıq. Birincisi, bunları oradan-buradan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ mediada dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm. İkincisi, bu dırnaqarası kadrların seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, Şölə xanımın şəxsi siyasi rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu. Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər tragikomik idarə etmə təcrübəsi görməmişdim. Bunları demək çətindir, amma susmaq da günahdır. Anar İbrahimov yazıb. O, Ali Məclisə qısa müddət rəhbərlik etdiyi dövrdə qarşılaşdığı bir hadisəni xatırladıb. Bir gün foyedə Ulu Öndərin büstünün qarşısında yağ şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir, bura dövlət idarəsidir, parlamentdir, hər şeyi bir kənara qoyaq. Bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, cəmaat buranı özünə ümid yeri bilib. Məlum oldu ki, həmin şəxs səlahiyyətli nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zaten bunu dərk etsəydi, həmin imicdə dövlət binasına ayaq qoymazdı. Dövlətdə işləmək, insanlarla təmaslı olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, vətən biləsən. Ceyhun Cəlilovun işi həqiqətən çox ağırdı. O da Naxçıvanda həmin dırnaqarası dahilərlə birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa olsun, kimsə Naxçıvanı bu zirzibildən təmizləməlidir. Kökü xarab olan quruyan ağacı budamazlar. Bunun heç bir xeyri yoxdur. Bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır.